Salam əziz izləyicilər və fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında yenə möhtəşəm bir kontentlə qarşınızdayım dostlar. Bugün sizlərə videonun adından bilindiyi kimi Amazondan telefon gətizdirmək, yəni Amerikadan telefon gətizdirmək mümkündürmü və yaxud da bunu gətizdirmək xərcləri nə qədər çıxır və bu telefonları gətizdirdikdə həqiqətən sərfəlidirmi? Bunun haqqında ətraflı bir video çəkmək qərarına gəldim. Ümid edirəm ki, bu video sizlər üçün faydalı olar dostlar. Videoya keçmədən qabaq xahiş edirəm kanalımıza abunə olun, videolarımızı həqiqətən bəyənin ki, biz də sizdən ilham alaraq, yəni biz də həvəsə gəlirik bu siz bizim videolarımızı izlədikdə, bəyəndikdə belə faydalı videolarla sizlərin qarşısında olaq dostlar. Deməli dostlar, məsələ nədir? Çox kommentlərdə yazırlar dostlar. Yəni ki, Amazondan telefon gətirməkdə düzdür, notebook gətirən də var. Amma telefon gətirmək istəyənlər daha çoxdur. Bildiyiniz kimi ölkəmizdə telefon qiymətləri bəzən baha ola bilir və istədiyimiz telefonla maraqlanırıq ki, həqiqətən o telefonu daha ucuza gətirmək mümkündürmü? Onun haqqında maraqlanırıq. Bu videoda əlimdən gəlildikcə çalışacağam ki, sizlərə düzgün məlumat verəm. Gömrük xərcləri nə qədər olur və bu telefonların həqiqətən qiymətləri sərfəlidirmi? Ölkəmizdə olan, yəni hansı mağazalarda satılan telefonların markasını Amazonda, yəni Amerikada axtarış edəcək, bir-bir sizlərə analiz edəcək və qiymətini hesablayıb sizlərə deyəcək, gətirmək sərf eləyirmi yoxsa yox. Çox uzatmadan komenterimizə keçək və sizlərə analizimizi bir-bir göstərək dostlar. Videonu çox uzun tutmayacaq, qısa və net şəkildə sizlərə analizimizi göstərək dostlar. Keçdik dostlar komenterimizə və komenterimizin ekranda sizlərə ətraflı bir şəkildə məlumat verəcəm dostlar. Deməli, telefon gətizdirdikdə bizə lazım olan sayt birinci özü Amazondur. Yəni Amazondan gətiririk, Amerikadan gətirməyi nəzərdə tutanda. Və dostlar, Amazon birbaşa Azərbaycana telefon, yəni hansısa bir bağlamanı göndərmədiyi üçün, yəni göndərəndə də kargoları çox bahadır. Onun üçün biz yerli kargo şirkətlərindən istifadə edirik. Mən burada Zamex'in misal olaraq göstərirəm. Siz fərqli bir kargo şirkətindən, çatdırılma kargo şirkətindən istifadə edə bilərsiniz. Fərqli. Həmçinin qeyd edeyim ki, əgər telefon gətizdirməmişdən əvvəl mütləq şəkildə mənim tövsiyəm odur ki, dostlar, bu saytlardan həmin bu kargo şirkətlərinə əlaqəyə çıxaraq siz məlumat alın ki, yəni telefon gətizdirmək olur və yaxud da yox. Bəzi kargo şirkətləri müvəqqəti olaraq xaricdən, yəni Amerikadan bağlama gətizdirməyi dayandırır. Onun üçün soruşmanız daha yaxşı olar dostlar. Deməli, ilk öncə daxil olub Amazon saytımıza. Deməli, burada məsələ nədir dostlar? Siz əgər yerli bir bazardan hansısa bir telefon alırsınızsa, onun siz adını kopyalayıb burada axtarış eləyə bilərsiniz. İndi onun birazdan hamısını göstərəcəm. Sizlərə belə bir məlumat vermək istəyirəm. Yəni əgər siz $300 limitini keçmirsinizsə, telefon gətizdirdikdə, yəni $300 limitini keçmədik tədbirdə siz əlavə gömrük rüsumu ödəmirsiniz dostlar. Yəni gömrük rüsumu heç bir halda ödəmirsiniz, vergi heç bir halda ödəmirsiniz. Əgər siz $300 limitini keçdikdə əlavə gömrük xərcləri var. Birazdan onun da hamısını göstərəcəm. İlk öncə dostlar, dəyəri $300 olan və yaxud da aşağı qiymətə olan bir telefon axtarış eləyib, onun sizlərə qiymət müqayisəsi eləyəcək. Misal üçün, buradan hansısa bir telefonun axtarış eləyirəm. Fərqi yoxdur da, hansı olur olsun, siz istədiyiniz bir telefona baxa bilərsiniz dostlar. Buradan daxil olub, yəni saytın da fərqi yoxdur, hansını istəsiniz seçə bilərsiniz. Mən buradan indi bu saytdan baxıram, indi fərqli qiymətlərə var. Buradan bir dənəsinə baxmaq istəyirəm. Misal bu telefona baxmaq olar, çox ucuzdur qiyməti. İndi bundan baha da ola bilər, 500 manatlıq telefona da baxa bilərsiniz. Misal baxın, buna da baxmaq olar. Mən buna baxacağam. İndi baxacağam, girək baxaq. Bunun burada xüsusiyyətlərinə baxırsınız. Misal üçün Poco M6 6 GB operativ yaddaş, 128 GB bunun yaddaşı var dostlar. Burada xüsusiyyətlərinə baxa bilərsiniz. Əlavə operativ yaddaş 6 GB, əsas kamera 108 megapiksel, qabaq kamera 2 megapiksel olur. Baxın, yox, burada yazılıb 13 megapiksel yazılıb. Əlavə burada bütün xüsusiyyətləri yazılıb dostlar. Gəlirik buradan telefonumuzun adını kopyalayırıq və Amazona yazırıq. Axtarış bölməsinə daxil edirik və axtarış edirik dostlar. Baxaq görüm telefonumuzun qiyməti neçədir. Biraz aşağı nə? Aha, burada Poco M6 4G 128 GB plus 6 GB operativ yaddaş, 108 megapiksel. Burada nə qədərdir? Eyni telefondur səhv eləmirəmsə. Baxın, burada
əlavə yaxından şəkillərinə falan baxa bilərsiniz dostlar. Burada istədiyinizə görə. Burada 140 dollar qeyd olunub. Telefonumuza daxil olaq. Burada isə hal-hazırda 300 manatdır. Yəni burada dəyəri 399 manatdan, yəni 400 manatdan 300 manata endirmə düşüb. Telefonumuza baxırıq. Bu ağ rəngidir. Burada biraz qara rəngidir. İstəsəz qiyməti ona görə dəyişir. Məsələn, qara rəngi daha ucuzdur burada. Ağ rəngi biraz qiymət dəyişkəndir. Qara rəngi eyni xüsusiyyətdə telefondur. Yəni göstərəcəyi indi sadəcə rənginə görə qiyməti dəyişilə bilir dostlar. Bu burada 130 dollar dostlar. Bax 129.99-dur. Mən indi 1 qəpiyə görə, yəni burada 130 dollar dostlar. Yəni 130 dollar gəlirsiniz buradan google.com-a daxil olursunuz. Bu şəkildə axtarış yerinə dollar azın yazdıqda burada siz dolları Azərbaycan manatının məzənnəsinə çevirə bilirsiniz dostlar. Deməli burada nə qədərdir qiymət? 130 dollar. Gəlirsiniz buradan 130 dollarımızı yazırıq. Deməli bu telefonun bu Amazonda qiyməti 221 manatdır. Təbii ki, əlavə burada başqa satıcılara da baxa bilərsiniz. 4.3 alıb 221 manat qiyməti var dostlar. Deməli bu bizə neçəyə gəlib çıxır? Buradan kalkulyatorumuzu açaq. Yəni 300 dollar limitini keçmədiyimizə görə dostlar əlavə buna heç bir rüsum ödəmirik. Yəni bunun qiyməti 221 manatdırsa, 221 biz sadəcə əlavə gətizdirəndə kargo ödəniş edirik. Yəni çəkisinə görə, ölçüsünə görə əlavə kargo ödəniş alınır. Çox vaxtı kargo şirkətlərinin burada tarifləri olur, bu bölməsi olur. Tariflərin bölməsinə daxil olduqda burada çəkiyə görə qiymətlər əlavə olunub. Yəni sizdən çatdırılma haqqı alırlar. Adətən telefonlar 0.5 və yaxud da 1 kiloya qədər olur. Yəni burada qiymətlər qeyd olunub. Dostlar dəyişkənlik göstərə bilər. Misal üçün burada gördüyünüz kimi 0.75 kiloqramdan 1 kiloqrama qədər kiloqram başı dollar məzənnəsindən 3.45, Azərbaycan manatı ilə isə 5.86 alınır. Yəni hər çəkiyə görədir. Tutaq ki, ortalama 10 manat hesablayaq. Misal üçün deyirəm. Yəni ölçüsünə görə qiymət dəyişir. 221 manat telefonumuzun dəyəridir. Üzərinə gələk 10 manat. Yəni başqa heç bir gəlmir, heç bir şey gəlmir. Bir də ki 231 manata gəlir. Dostlar, bir də bu telefonların e-mail qeydiyyatları olur. Onun da ki səhv eləmirəmsə ölkəyə gəldikdən sonra ölkədə qeydiyyatdan keçirirsiniz. Azərbaycanda qeydiyyatdan keçirirsiniz. Gömrükdə o rüsum bölməsində görsənmir. Onu bilən varsa kommentlərdə yazsın hardan ödənişini eləyirlər. Yəni burada dostlar gömrüyün belə deyək də, gömrükdən keçirdikdən sonra bunun telefonların e-mail ödənişini eləməlisiniz. Yəni telefonların dəyərinə görə əlavə e-mail ödənişləri olunur. Misal üçün bu telefonumuzun bizim qiyməti tutaq ki 130 dollardırsa, burada mən araşdırmışam. 0 ilə 100 dollar arası 30 manat ödəniş alınır. 101-200 arası 50 manat ödəniş alınır dostlar. 200 dollarla 400 dollar arası 60 dollar alınır. Bu telefonumuzun dəyəri də ki 130 dollar olduğuna görə 130 dollar bu 100-200 dollar arası nəzərdə tutulur. 50 manat üzərinə e-mail ödəniş gələcək. Bunun üzərinə üstə gəl 50 manat e-mail ödənişi gəldikdə bu telefon bizə 281 manata gəlib çıxır. Burada isə 300 manatdır. Yəni burada biz hardasa belə deyək də dostlar 280-300 yəni bir 20 manat 30 manat təsərrüf eləmiş oluruq. Yəni burada endirmə düşüb. Qeyd edim ki, bunu hissə aldıqda bu nağd alışda bu qiyməti olur. Yəni bu yerdə alanda hissə böldürüb alanda dostlar qiyməti artır. Həmçinin belə şeylər də var. 20 manat 30 manat buradan təsərrüf eləmiş oluruq. Baxın, mənim hesablamama görə bu şəkildə çıxır. Fərqli bir telefona baxaq. Məsəl üçün 500 manatlıq bir telefona baxmaq istəyirəm. O da yəni 300 dollar keçmirsiniz ona görə. Birazdan indi bahalı iPhone kimi, yəni 700-800 manatlıq, 1000 manatlıq telefonların qiymətinə baxacaq. Gömrük rüsumu nə qədər olur. Məsələn, burada bir telefon var. Xiaomi Redmi Note 14. Buna baxmaq istəyirəm. Baxın, bunun xüsusiyyətlərinə burada baxın. Burada endirimlə 489, yəni 490 manatdır. Burada xüsusiyyətlərinə baxın. Operativ yaddaş 8 GB, daxili yaddaş isə 256 GB olur. Qabaq kamerası 20 megapiksel, növbə sayda 8-dir. Əsas kamerası 108 megapiksel. Baxın, burada fərqli seçənəklər var. 2 ədəd üzərində kamerası var. 2+2. Ekran ölçüsü də ki, burada yazılıb. Dostlar, hamısına bir baxa bilərsiniz. Gəlirəm, yenə də bu telefonun adını kopyalayıram.
Amazonda axtarış edirəm. Fərqli saytlarda var dostlar, AliExpress kimi. Onu da gələn videolarımızda inşallah araşdırıb paylaşacağam sizlərə. İndi hələ ki Amazondan göstəririk. Buradan axtarış eləyək. Deməli, Xiaomi Note 14 4G Lite 256 GB yaddaş, plus 8 GB operativ yaddaş. Aha, telefonumuz bu olmalıdır. Bunun qiyməti burada $195 olaraq qeyd olunub. Fərqli seçeneği varmı? Yoxdur. Hə, məncə budur, telefon budur. Burada baxa bilərik. Telefon budur dostlar. Yəni burada fərqli yox. Telefon eyni telefondur. Baxın, budur. Yəni buradan siz baxıb xüsusiyyətlərinə də baxıb, buradan əlavə məlumat ala bilərsiniz dostlar. Yəni eyni telefondurmu yoxsa yox? Baxın bu şəkildə. Deməli, qiymətimiz 195 manat. Dostlar, bir də görürsünüz endirimə düşür Amazonda. Burada fikir verin. Məsələn, bu telefon endirimdə deyil. Bir də görürsünüz 10%, 15% endirimə düşən telefonlar olur. Onlar daha ucuz başa gəlir. Yəni ona daha çox təsərrüf eləmiş olarsınız. Mən burada şifahi şəkildə baxıram. Sadəcə bu endirimsiz qiymətədir. Misal üçün $195 331 manat eləyir. Burada nə qədərdir dəyəri? 490 manat. 331 manat 331 manat. Deməli, e-mail ödənişimizi hesablayaq birinci. E-mail nə qədər gəlir? Bu məhsulun dəyəri 195 manatdırsa, burada da yazılıb, yəni 100-200 arasıdır, yəni 50 manat üzərinə e-mail ödənişi gəlir. Əlavə, yəni saytlardan axtara bilərsiniz. Ola bilər bu ChatGPT dəqiq məlumat vermir. Yenə də əlavə saytlardan baxa bilərsiniz. Yəni mən araşdırdığıma görə bu şəkildədir e-mail ödənişləri. Plus 50 manat. Bu telefon 381 manata gəlib çıxır. Yəni 10 manatda kargosuna salaq. Yəni 1 kilo arası, yarım kilo arası olacaq. 391 manata gəlib çıxır. Deməli, bu telefonumuz da burada 490 manatdır. Bizim burada təsərrüfümüz nə olur? 391 manat telefonumuz gəlib çıxır bizə. Əlavə $300 limitini keçmədiyimizə görə bizdən görünür rüsumu alınmır. 391 manat. Deməli, buradan 490 manatdan 391 manat çıxır. Hə, 99 manat dostlar, yəni 100 manat təsərrüf eləmiş oluruq. Yəni nağd pulunuz varsa, belə ucuz telefonlar alırsınızsa, sərf eləyir dostlar, həqiqətən 100 manat, 150 manat, 80 manat belə fərq eləyir. Bəzi telefonda 40 manat fərq eləyir, bəzi telefonda 100 manat təsərrüf eləmiş olursunuz. Yəni bu şəkildə bu ucuz telefonlarımız bu şəkildə hesablanır. İndi isə əgər siz $300 limitini keçdikdə bu rüsumları nə qədər çıxır və bunu hardan öyrənmək olar? Hamısını bir-bir sizlərə göstərəcəm. Tutaq ki, dostlar, iPhone-a baxmaq istəyirəm. Məsələn, onun dəyəri biraz bahadır. iPhone 15 versiyasına baxıram. 16 çıxmır. Əvvəl baxmışam. Amma 15-ə baxmaq olar. Buradan qiymət yazırsınız. Buradan da baxa bilərik. Fərqi yoxdur. Sözüm burada deməli iPhone 16-dır. Bu bizə 15 lazımdır. 228 GB Black. Burada qeyd olunub 1739 manata. Aha. Xüsusiyyətləri də burada baxa bilərsiniz. Yəni eynən 6 GB operativ yaddaşı var. Kamera 12 megapiksel çəkir. 128 GB daxili yaddaşı var dostlar. Bu şəkildə. Prosesor da burada qeyd olunub. Deməli, bunun dostlar qiyməti burada 1900 manatdan 1739.99, yəni 1740 manata düşüb. Buradan yəni adını kopyalayıb, buradan baxırıq Amazonda. İndi bunun əlavə xərcləri nə qədər çıxacaq? Yəni təbii ki, normal olaraq $300 limitini keçdikdə əlavə rüsumlar ödənilir. Axtarış edirik. 15 Pro Max. Ha, burada çıxmadı. Bir dəqiqə iPhone 15 yazaq görüm təkcə çıxacaqmı? Aha. Apple 15 Pro Max 256 GB. Buna daxil olaq. Burada fərqli seçənəkləri varmı? Aha, burada 128 GB seçənəyi var. iPhone 15 Pro. Deməli, bu ağ rəngdədir. Bu da qara rəngdə olandır. 1740 manata. Bunun qiyməti bu 128 GB-lığının 659, yəni $660 gəlib çıxır. $660 bizim pulla burada məzənnəni çeviririk. $660 1122 manatdır.
Burada isə 1740 manatdır. 1122 manata gəlib çıxır. Bunun rüsumu necə hesablanır dostlar? Ən sadə variantı mən sizlərə göstərim. Deməli, qalxırlar olsun google.com-a. Burada Smart Costumes yazdıqda birinci çıxan səhifəyə daxil olursunuz. Bundan qeydiyyat keçməyə falan əslində digər videolarımızda var, amma ətraflı bir şəkildə hamısını göstərəcəyik dostlar. Bunun telefonda application da var dostlar, proqramı da var. Smart Costumes yazdıqda Google Play Store-a çıxır və yaxud da buradan counterdən də giriş eləyə bilərsiniz. Smart Costumes səhifəsinə daxil oluram və öz profilimə keçid edirəm. Əgər buradan qeydiyyatdan keçmişsə, məndə indi avtomatik giriş eləmişəm deyənə burada ad, soyadım çıxır. Siz əgər qeydiyyatdan keçməmisinizsə, bu şəkildə buradan qeydiyyatdan keçmək lazımdır dostlar. Bunun haqqında ətraflı video çəkəcəm dostlar. Deməli, həmin bu səhifəyə daxil olduqda telefonda da eyni seçenek var. Counterdə indi sadələşdirilmiş bəyannamə və elektron ticarət bölməsinə keçid eləyirəm. Mən burada 2 ədəd məhsul gətirmişəm. Burada 4465 yazılıb. Sadəcə indi göstərmək üçün sizlərə burada test üçün bir məhsul əlavə eləyib gömrük dəyərlərini göstərəcəm. Dostlar, burada yeni bəyannamə bölməsi var. Qeyd edim ki, burada mənim məlumatlarım var. İstəmirəm şəxsi məlumatlarım göstərilsin. Belə bir ekran gəlir. Burada özünüzə nə istəsiniz yaza bilərsiniz. Yəni mən yoxlamaq üçün eləyirəm. Əgər həqiqətən sifariş vermirsinizsə, bu şəkildə Track ID bölməsinə onu yazırsınız. Yəni siz əlavə kargo şirkətinə çatdırdıqda bu avtomatik özü düşəcək bura bəyannamə bölməsinə. Sadəcə mən test üçün yazıram. Çatdırılma şirkəti, buradan yəni hansı çatdırılma şirkətini istifadə eləyirsinizsə, onu seçirsiniz. Baxın burada fərqli bütün Limak, yəni əlavə Zamex kimi çatdırılma şirkətləri var. Mən Azərpost seçirəm. Misal üçün fərqi yoxdur. Malı göndərən ölkə Amerikadan çatdırırsa, Amerikanı seçirsiniz, fərqli ölkədən çatdırırsa, o ölkəni seçirsiniz. Mən Amerikanı seçirəm və satıcı iqraratçı. Yəni Amazondan zakaz verirsinizsə, Amazon bölməsi yazırsınız bura. Əgər fərqli, yəni AliExpress-in çatdırırsınızsa, AliExpress yazırsınız, Çindirsə ölkəsi Çin seçirsiniz. İləri düyməsini sıxıram. İləri düyməsini sıxdıqda burada yeni mal əlavə edin. Yəni siz hansı məhsulu gətirirsinizsə, onu bura bəyan etməlisiniz. Yəni mən sadəcə burada dostlar bəyan etmirəm. Yəni sizə malın gömrükdən gəldikdə dəyərlərini göstərirəm. Yəni əlavə nə qədər üzərinə rüsum gəlir, onu göstərəcəm. Siz $300 limitini keçdikdən sonra yeni mal əlavə etdim bölməsini keçirəm. Burada malın daxil olduğu əsas qrupu seçin bölməsi var. Yəni buradan əgər siz telefon gətizdirirsinizsə, buradan indi mən sizə göstərim, telefon seçməlisiniz. Baxın, telefon və telefon üçün aksesuarlar bölməsini seçirsiniz və malın aid olduğu alt qrupu seçin bölməsinə klik eləyəndə buradan siz telefon seçirsiniz. Telefon ehtiyat hissələri, tablet, telefon qabları. Baxın, mobil telefon bölməsi var dostlar. Yəni bu sırf telefon gətirmək üçün bunu seçirsiniz. Yəni nə gətizdirirsə onu düzgün bir şəkildə seçməyiniz tövsiyə olunur. Baxın, mobil telefon bölməsini seçdim dostlar. Burada deməli ümumi invoice qiyməti və valyuta. Əgər siz buradan dollar məzənnəsindən telefon alırsınızsa, siz bunu dollar seçməlisiniz. Valyuta dollar. Azərbaycan manatıdsa, Türk lirası isə Türk lirası. Yəni Azərbaycan manatıdsa Azərbaycan manatı seçirsiniz. Mən ABŞ dollarını seçdim. Yəni bizim burada telefonun qiyməti nə qədərdir? Misal üçün telefonumuzun qiyməti burada 659.99-dur. Gəlirsiniz bura yazırsınız 659.99. Bu şəkildə yazdınız. Daşınma xərci, yəni belə deyim dostlar, bunu daşınma xərci nə qədərsə o şəkildə yazırsınız. Siz normalda bu belə deyək, çatdırılma şirkətindən gətizdirdikdə, sifariş verdikdə avtomatik burada daşınma xərci düşəcək. Nə qədərdirsə bunun səhifəsindən baxırsınız. Gəlirsiniz bura, yazırsınız. Misal üçün daşınma xərci tutaq ki deyirəm $6. Yəni mən buradan test üçün yazıram. Miqdar da ki, bir ədəd gətirsə bir ədəd, 2 ədəd gətirirsə 2 ədəd. Yəni 2 ədəddən artıq tövsiyə eləmirəm, çünki saxlaya bilərlər. Satış məqsədindən bilib. Yəni onun üçün burada bir ədəd mən yazıram və buradan əlavə et bölməsinə klik etdikdə bizə bunun dəyərini göstərəcək. Baxın. Bizə ümumi ödəyəcəyimiz rüsum burada 274 manat olaraq qeyd olunub. Yəni bu mən rəsmi səhifəsi nədir onu göstərirəm. Ola bilər burada fərqli nəsə ola bilər, amma yəni məndə bu şəkildə çıxır. Əlavə ƏDV ödəyirsiniz. Burada yazılıb idxal gömrük rüsumu və elektron xidmət haqqı, gömrük yığımları bu şəkildə hamısını hesablayıb. Yəni biz $710.64 məbləğində bizə gəlib dəyərində mal gətirmisiniz deyə. Mənə əlavə $40 gətirdiyim mal var, onun üzərinə bu gəlir, onun üçün gəlib çıxır. Sizdə burada aşağı 0 olsa, ay ərzində heç nə gətirdirməmisinizsə, nədirsə ona görə. Misal üçün, mən misal olaraq deyirəm, 274 manat
270 manat deyək buna. Çünki bu məndə 40 dollar getmişəm. 40 dolların rüsumu elə bir şey olmayacaq. 270 manat bunun üzərinə gəlir dostlar. Misal üçün malımız 1122 manatdırsa, buradan kalkulyatorumuzu açaq. 1122 manat üzərinə gələk 270 manat rüsum. Bu gəlib çıxır bizə 1392 manat. Bir də bunun e-mail ödənişi var. E-maildəki məhsulumuzun dəyəri nə qədərdir dostlar? Məhsulumuzun dəyəri 650, yəni 659, 200 buradan baxaq. 400-dən 700-ə qədər sayılır məhsulumuz. E-mail ödənişi də 70 manat olacaq. Bunun üzərində də 70 manat gəlirik. Deməli, bu məhsul bizə gəlib çıxır 1462 manata. Burada isə 1740 manatadır. 1462 manat. Bir dənə əlavə buradan kalkulyator açım. Bu məhsulumuzun dəyəri 1740 manat. 1740 manat. Bundan çıxırıq 1462 manat. Aha dostlar, 278 manat burada biz təsərrüf etmiş oluruq. Yəni mən buradan bu şəkildə hesablayıram dostlar. Amma bunu yoxladıkdan sonra əgər nəsə gətirməmisinizsə, bunu buradan silməyi unutmayın. Yəni bunu təsdiq eləməyin. Yəni ki, mən burada yoxlamaq istəyirəm. Buradan zibil qabı bölməsi var. Baxın, gördüyünüz kimi zibil qabından bunu silə bilərsiniz dostlar. Yəni əgər buradan nə qədər dəyərinə məhsul gətirirsinizsə, bunu yazın. Misal üçün 1000 manatlıq bir məhsul gətirirsinizsə, bu 1000 manatlığa görə əlavə eləyəcək. Baxın, 1000 manatlıq məhsul gətirəndə gördüyünüz kimi 525 manat gömrük rüsumu çıxır. Və yaxud da nə bilim 1500 manatlıq bir məhsul gətirəndə burada yəni 1500 manat yox, mən dollarla çəkmişəm. 1500 dollarlıq bir məhsul gətirəndə əlavə 829 manat çıxır. Yəni belə burada rüsumuna baxa bilərsiniz. E-mail ödənişləri də burada göstərmir dostlar. Bu səhv eləmirəmsə ölkədə o qeydiyyatdan keçirdirsiniz. Onu bilən adam varsa kommentlərə yazar. Yəni bu şəkildə limit bu şəkildə hesablanır. Bunu əlavə buradan hesablaya bilərsiniz dostlar. Başqa da bir şey göstərməyimə lazım olsa, yəni buradan fərqli telefonlara baxa bilərsiniz. Amma məncə sərf eləyir dostlar. Amma burada belə bir məqam var dostlar, mən sizə deyim. Yəni siz əgər bunu birbaşa Amazondan gətirəndə bunun təbii ki garantisi olmur. Yəni mənim bildiyim qədərlə burada garanti olmur. Amma yerlilərdən alanda həm hissə böldürüb ala bilirsiniz, həm də ki sizə yerlərdən alanda zəmanət verirlər. Qızıl zəmanət kimi belə zəmanətləri var fərqli satıcıların. Yəni 1 il müddətində telefonunuzda nəsə olsun, dəyişdirmək kimi və ya da pulunu qaytarmaq kimi, telefonu iade etmək kimi belə seçənəklər var. Amazonda belə bir şey yoxdur, düzdür. Amazondan gətirdikdən sonra problem olanda bunu geri ödəniş sistemi varmı, yoxmu, onu dəqiq bilmirəm. Araşdırıb kommentlərə yazaram. Yəni Temudakı kimi geri ödəniş sistemi, telefonu geri qaytarıb pulunu almaq kimi. Təbii ki, elə bir seçənek olmalıdır, çünki belə saytlarda olur, amma garantisi yoxdur dostlar. Yəni belə deyim dostlar. Amma əlinizdə nağdı pulunuz varsa, gətirmə sərf eləyir. Yəni 200 manat, 300 manat aralarında fərq olur. Yəni bu şəkildə dostlar. Ümid edirəm ki, əgər sizlərə kömək ola bildim, əgər sizlərə bu video faydalı oldusa, kanalımıza abunə olun. Maksimum bizə dəstək olun ki, belə videolarla sizlərin qarşısında olaq dostlar. Deməli, yəni əlimdən gəldiyi köməklik eləməyə çalışdım. Əgər fərqli burada bilmədiyimiz, yanlış verdiyimiz bir məlumat varsa, kommentlərə yaza bilərsiniz dostlar. Hamınıza bir cavab verəcək dostlar. Təqdim etdiyi fikirli kanal.